Rasim, dırnaq ustam bugün dırnağımı uf elədi. Mən də ondan dalaşdım. Nigar, səndən ciddi danışmaq istəyirəm. Xahiş eləyirəm, diqqətlə mənə qulaq as. Aha, yaxşı. Səni həqiqətən çox sevirəm. Amma axır vaxtlarda yola getmədiyimizə görə düşündüm ki, ayrılsaq bizim üçün daha yaxşı olar Başa düşürəm səni Rasim, mənim üçün bir problem yoxdur. Bir dəqiqə deyən ciddisən? Həri. Yəni ağlayıb yox, ayrılmazat deməyəcəksən? Aman tanrım, dəlisən sən Rasim. Ayrılmaq istəyirsənsə bu təbii ki sən verə biləcəyin qərardır və mən sənin fikirlərinə hörmətlə, izzətlə, ehtiramla yanaşıram. Bəs pis olmadın? Yeah. Yəni indi sakitcə çıxıb gedə bilərəm? Yaxşı. Açığı heç belə gözləmirdim. Özündən müğayət ol. Rasim! Ayrılma səbəbi nədir? Nə? Əgər məndən ayrılırsansa onda mənlə bağlı bütün problemləri deməlisən. Nə bilim, yəni axır vaxtlarda dostlarımla görüşməyə ümumiyyətlə icazə vermirdin. Demək olar hər gün bir yerdə olurdu. Saxla bir dəqiqə. Demək istəyirsən ki, mən səni çox sıxırdım. Yo, Nigar, mən elə demək istəmirdim. Sən məni ümumiyyətlə sıxıb eləməmisən demək olar. Amma dediyindən elə başa düşdü. Məncə sən bu dəqiqə əsəbisən deyə elə düşünürsən. Mən əsəbi deyiləm. Mən bu dəqiqə özümü çox yaxşı hiss edirəm. Mən səni sevməkdən başqa neynəməkdən. Yox, sən məni sevməkdən başqa heç eləməmsən. Demək istəyirsən ki, mən səni heç də eləməmişəm. Yox, sən mənim üçün hər şey eləmişsən. Mən də fikirləşmişdim bugün günaya Bilirsən ki, mən o mənada demək İnanmazsan, istəmirdim. ikiydi papkarın yemedi. Amma dedim bugün ala. Nigar, yaxşı fikrimi dəyişdim, ayrılmıram səndən. Yaxşı, gedim popcorn hazırlayayım gəlirəm. Səndəki duzda olsun.